Hər vaxtınız xeyir. Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının fəaliyyətə başlaması ilə əlaqədar olaraq yeni xəbərlər var və ondan başlayım ki, artıq Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarına biletlərin satışı başlanılıbdır. Bu barədə Azərbaycan Dəmir Yolları məlumatı yayıbdır. Bildirilir ki, sərnişinlər biletləri ADY-nin rəsmi saytı, ADY Mobile tətbiqi və dəmir yolu kassaları vasitəsilə əldə edə bilərlər. Məlumata görə Bakı-Tbilisi-Bakı sərnişin qatarında sərnişinlərə Komfort Plus və Lüks olmaqla 3 sinif üzrə xidmət göstəriləcəkdir və siniflər üzrə gediş haqları da açıqlanıbdır. Belə ki, Komfort sinifi üzrə biletin qiyməti 81 manat, Komfort Plus sinifi üzrə 117 manat, Lüks sinifi üzrə isə 180 manat təşkil edir. Bununla yanaşı ADY bu marşrut üzrə dinamik qiymət sisteminin tətbiq ediləcəyini də elan edibdir. Yeni sistemə əsasən sərnişinlər biletləri səfər tarixindən 25-30 gün əvvəl aldıqları halda daha sərfəli qiymətlərlə əldə edə biləcəklər. Qurum bildirir ki, bu yanaşma sərnişinlərin səfərlərini daha rahat planlaşdırılmasına və daşımaların daha effektiv təşkilinə imkan yaradacaqdır. İlk reys artıq məlum olduğu kimi 6 vaqondan ibarət qatarlarla həyata keçiriləcəkdir. Qatarın tərkibində restoran vaqonu da daxil olacaqdır. Digər vaqonlar isə Komfort Plus və Lüks siniflərinə aid olacaqdır. Qatarın ümumi sərnişin tutumu isə 118 nəfər təşkil edəcəkdir. İlk qatar mayın 25-də Bakıdan yola düşəcək və ertəsi gün saat 8:41-də Tbilisiyə çatacaq. Tbilisidən hər gün saat 21:00-da yola düşən qatar isə səhər saat 6:24-də Bakıya çatacaq. Qatar reyslərinin bərpası fonunda Gürcüstana səfər planlaşdıran vətəndaşlara daha bir vacib məsələ ilə bağlı xəbərdarlıq edilibdir. Belə ki, 2026-cı ilin yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qalacaqları müddəti əhatə edən tibbi səyahət sığortasına malik olmalıdırlar. Yeni qaydalar turizm, işgüzar səfər və tranzit məqsədi ilə ölkəyə daxil olan bütün şəxslərə şamil edilir. Qaydalara əsasən sığortası olmayan şəxslər cərimələnə və ya ümumiyyətlə onların ölkəyə girişinə məhdudiyyət tətbiq oluna bilər. Mütəxəssislərin sözlərinə görə bir həftəlik Gürcüstana səfəri üçün səyahət sığortasının qiyməti təxminən 12 manat təşkil edir. Səfər müddəti artdıqca sığorta haqqı da müvafiq şəkildə yüksəlir. Qeyd olunur ki, sığorta təminatına bagajın itirilməsi kimi hallar da daxil edilir. Bundan əlavə, sığortalı şəxs Gürcüstanda tibbi xidmətdən istifadə etdiyi zaman xərcləri əvvəlcə özü ödəyir, daha sonra Azərbaycana qayıtdıqdan sonra qəbzləri sığorta şirkətinə təqdim etməklə vəsaiti geri ala bilər. Mütəxəssislər Bakı-Tbilisi qatarı ilə səyahət etməyi planlaşdıran vətəndaşlara əvvəlcədən səyahət sığortası əldə etməyi tövsiyə edirlər.